Çevrədən yenə biraz suallara baxaq. Şəkildə ABC üçbucağı diametri AD olan yarımçevrə verilib. BAC baxın bura 45-dir. Deməli bunun söykəndiyi qövs 90-dır. Baxın bu qövs 90-dır. Yarımçevrə olduğundan da bilə bilərsiniz ki, bura zaten 90-dır. Yarımçevrə ümumi 180-dir. Deməli BY də YD-yə bərabərdir və bizdən BCA-nı istəyir, bu bucağı istəyir. Bu bucaqda X bucağı da 90-dan 45-in fərqinin yarısıdır. Yəni bu deyir 22,5 dərəcə. Doğru cavab C variantı. Sonra deyir ABC bucağında bura 90 dərəcədir. BCA 30-dur. Bura 24'dür, AD, DC də 24'dür. Yəni bunlar bərabər verilib. Burada deməli bir-birinə bərabər, burada bərabərdir. Bizdən çevrənin radiusunu tapmağımızı istəyir. İndi bu suala baxaq. Deməli nə tapdıq? Bura da bərabər. Deməli bərabər yanı üçbucaqdır. Bura 30'dur. Buranı silim. Baxın bura ümumi 90 idi. Bura 60'dır. Həm də ki bunlar da bərabər olduğuna görə burada 60'dır. Onda burada 60'dır. Yəni bu nədir? Bərabər tərəf üçbucaq. Radius da A bölək deməli 2/3-dür. Tərəf də 24'dür. 24 bölək üzr istəyirəm. Bu da A bölək A/3 bölək 6. Belə yazaq. Daha rahat görünsün 6. 24/3 bölək 6, 4/3. Yəni A variantı. Deyir ki, BCD, baxın bura 150'dir, bura 150'dir. AB 12/3'dür. Çevrənin radiusunu tapmağımızı istəyir bizdən. Gəlin baxaq suala. Bura 150'dirsə deməli bura 30'dur. Buradan bir dənə xətt çəksək. Yəni radius çəksək. Bura radius, bura radius. Deməli burada 30'dur, bura 120'dir. Bucağa baxıram. Keçən videoda dedim ki 120, 30, 33 bucağı olduqda x/3 x olur. x/3 12/3'dürsə deməli x'lər 12'dir. Yəni radiuslar 12'dir. C. Çevrənin diametri çevrə seçək. Deyir çevrənin diametri vətəri hissələrə bölür. Aradakı bucaq 30 dərəcədirsə çevrənin mərkəzindən vətərə qədər olan məsafəni tapın. Bu çevrənin diametri olsun. Bu da hər hansı bir vətər olsun. Belə bir. Hər hansı bir vətər. Bunları kəsişdirdim. Və bu bucağı 30 dərəcə verir. Və bura 4/3'dür. Bura 8/3'dür. Mən buradan bura O-da çevrənin mərkəzi olsun. Buradan bir dənə mən hündürlük çəkirəm. Bura perpendikulyar çəkirəm. H olur. H. Bunu bərabər 2 hissəyə bölməlidir. Vətərə perpendikulyar çəkmişəm. Bura 4/3, bura 8/3. Deməli 6/3 bölür də 2 hissə. 2/3 burada, 6/3 burada. Bura 30'dursa bunlar qarşılıqlı bucaqlardır. Burada 30'dur. Burada 60'dır. Baxın elə bilin ki belə bir üçbucaq alındı. 90, 30, 60. 60'ın qarşısı 2/3'dür. 90'ın qarşısı 4, 30'un qarşısı isə 2 olmuş olur. Bizdən də baxın bu OH istəyir. Yəni 30'un qarşısını burada 2. D variantı alırıq. Deyir radius 12 cm olan o mərkəzi çevrədə AC OC-yə bərabərdir. Sonra deyir ki BC 10'dur, radius 12'dir, AC'ni tapın. Radiusları çəkək gəlin. Baxın bu bir radiusdur, bu bir radiusdur. Sonra buradan bir dənə perpendikulyar endirək. Bura H olsun. Bu belə radiuslar 12'dir. Bura 12, bura 12. Sonra bizə nə verilibdir? Bizə BC-ni 10 verir. Bura ümumi 10'dur. AC ilə OC bərabərdir. Bura ilə AC bərabərdir. Yəni mən məsələn bura 2A desəm, burada olur 2A. 2A. Bu bərabər məsafəyə ayırmalıdır. Ümumi 10 üstə gələk 2A-dır. Bərabər məsafəyə ayıranda nətər olmalıdır? 5 üstə gələk A olmalıdır.
Bura 2 adısı deməli bura 3 bura nə olmalıdır? Bura olmalıdır 2 plus 5 bölür də. 2 plus 5. Deməli bura 2 adısa bura 2 plus 5'dir. Bura ümumi 2 olması üçün 5 çıxaq A olmalıdır. 5 çıxaq A olmalıdır. Davamına baxaq. Bizdən nə istəyir? AC-ni istəyir. AC də 2 adı. Aha, burada nə görünür? Da Pifagorla yaza bilərik. Aha. OH-ın kvadratının 2A plus 5'in kvadratı 144. De buradan OH-ın kvadratından burada 2A plus 5'in kvadratı yine 144 edir. De bura baxaq. Aha, OH-ın kvadratından 5 çıxaq A-nın kvadratı 4A kvadrat edir. Bunları verib. Buradan indi həll eləsəniz radiusu 8 tapasınız və mən artıq bunu həll eləmirəm, həll eləyərsiniz. Baxırıq ki, bunlar bu qövslər bərabərdir. Deməli, bunlar da bərabər olmalıdır. 30, 30. Burada 120'dir. 4 bucaqlıdır, qarşı bucaqlar 180 olmalıdır. Burada 60 C. Sonra deyir ki, BD 3'dür, AD 7'dir. Çevrənin radiusunu bizdən tapmağı tələb eləyir. 19-cu suala baxırıq. Bura x deyirəm, bura 3'dür, bura 7'dir. Bura radius, bura radius. Buradan bir dənə Pifagor aldıq. R kvadrat üstəgələk R üstəgələk x-in kvadratı, onun kvadratı. Bir də burada metrik münasibət var. Bura baxın, burada var. Burada deməli 2 dənə kəsəndir də. Burada 7'nin ümumisi ona hasili x-in burada r-dir. X-in x üstəgələk 2r hasilinə bərabər olmalıdır. Buradan mən alam ki, x kvadrat üstəgələk 2rx 70'dir. Bu mənə lazım olacaq bu açılışda. R kvadratı 2xr x kvadratı bərabər 100'ə. Buranı 70 verib. 2r kvadratı 30'dur. R kvadratı 15'dir. Və radius da kökdə 15'dir. Kökdə 15'də B variantında. Deməli, DBY 60'dır. Bura 1 60'dır. DSF bura 50'dir. Deməli, söykəndiyi qövs bura 120'dir. Bura 100'dür. Bura 220. Burada 140'dır. Bilirik ki, bununla bu bucağın cəmi 180 olmalıdır. Deməli, x-də 40 dərəcə olmalıdır. Yəni B. Baxıram, BAC 30'dur. BSD 76, ABC'ni tapmalıyım. Bura x desəm, söykəndiyi qövs 2x-dir. Və bu da x olmuş olur da bura. 76 üstəgələk x üstəgələk x 30. Bunların cəmi nə olmalıdır? 180. Deməli 106 üstəgələk 2x 180 və 2x 76'dır. X də 38 dərəcədir. ABC yəni 38 mi eləyir? Aha, üzr istəyirəm, burada səhv gedir. Burada 74'dür və burada da 37 dərəcə. Yəni D. Baxaq sonuncu suala. O mərkəzi çevrədə DOC bura 45'dir. Burada 45'dir. Sonra ADC qövsü bura ümumi baxın 115'dirsə burada 70 dərəcədir. ABD-də daxili bucaqda 70'in yarısı olur 35 dərəcə. Bu da B variantı. Bu da bu sualların həlli.